Herkese salam, herkesin axşamı xeyir. Sizləri yenidən Women Show-da görməyimizə çox sevinirik və çox şadıq. Və inşallah bugün də bizimlə qısa bir müddətdə olsa bizimlə qalacaqsınız və bizimlə şovu izləyəcəksiniz. Bugünkü qonaqlarımıza özəl maraqlı oyunlar, viktorina və sorğu-sual olacaq. Siz izləmədə qalın. Bəli, və artıq biz başlayaq. Məncə də. Və bir daha sizləri xoş gördük bizim Women Show-umuzda. Təşəkkür bütün izləyənlər üçün və bizim bugün çox maraqlı qonaqlarımız olacaq və birinci qonağımı təqdim etmək istəyirəm. Birinci qonağımız Əliyeva Fatimə xanım. O 5 yaşından bu günə qədər peşəkar olaraq rəqslərlə məşğul olub və eyni zamanda peşəkar aktrisadır. Və bunu da bildirim ki, özünə məxsus rəqs mərkəzi var və onun sahibidir. Bay Fatima adlanan bir mərkəzdir. Xanım, xoş gəlibsiniz. Təşəkkür, minnətdaram ki, gəldiniz. Və elə bu anda sırada ikinci qonağımızı təqdim edək və ikinci qonağımız Quliya Murad professional MMA döyüşçüsü və blogerdir. Bəli. Və mən bilən siz təzəli ki gəlibsiz Bakıya, başqa ölkədən, Rusiyadan mən bilən gəlibsiz. Bəli. Xoş gəlibsiz, hər zaman siz gələsiniz bu bizim gözəl Bakı şəhərimizə, bəli. Və təbii ki də qonaqlarımızı azdan çoxdan tanımaq üçün biz indi sorğu-suallar verəcəyik onlara və görək kimdilər, nədirlər və ümumiyyətlə nədir sizin planınız bu bizdə bu gün də. Nə üçün buradasınız? Bəli. Fatimə xanım, siz deyin zəhmət olmasa, bəs nəyə görə sırf rəqs? Siz bunu valideyn tərəfdən siz belə bir seçim olubdu ya vaxtı özünüzün bir marağı yaranıb bu rəqsə, mən də rəqs olacağam həmən bu flankəs bir aktyor kimi ya aktrisa kimi. Niyə məhz rəqs və hətta peşəkar səviyyədə? Bunu zəhmət olmasa bizə məlumat verərdiniz. İlk öncə bütün izləyiciləri salamlayıram. Təşəkkür edirəm bu verilişə çağırdığınıza görə. Nəyə görə rəqs? Belə deyim, yəni mən uşaq olanda anamın dediyinə görə 3 yaşından demək olar ki, televizorun qarşısında mahnı eşidən kimi rəqs eləyirdim. Yəni ancaq rəqslərə oturub baxırdım və anam da rəqsi sevdiyinə görə məni 5 yaşından rəqsə qoydu. Və bu günə qədər, yəni qazandığım hər bir ruzi bərəkət, yəni təbii ki, birinci Allahdandır, amma ikinci anamın sayəsindədir. Çünki anamın əziyyəti mənim üzərimdə çox böyükdür rəqs barədə. Yəni məni rəqsə aparıb gətirmək, konsertlər, tədbirlər. Yəni ona görə də yəni rəqs. Və 5 yaşında rəqslə məşğulam. 17 yaşında artıq yəni ansambldan yəni ayrıldım. Çünki artıq yəni öz fəaliyyətimə başlamalıydım və rəqs mərkəzimi açdım. 2012-dən hal-hazırki ilə qədər Bəygəlin rəqs mərkəzi üzrə fəaliyyətdəyəm. Həm Bəygəlinlər, həm də fərdi dərslər qəbul edirik. Köhnə adı Bəygəlin rəqs dərsləridir. Instagramda axtarışda Bəygəlin rəqs dərsləridir. Amma əsasən adım Bay Fatima rəqs mərkəzi. Orada sahibisiniz. Bəli. Bəs yaxşı, siz bütün 5 yaşdan rəqslə məşğul olaraq bu peşəkar aktrisa nə vaxt takım olaraq? Aha, belə deyim, Nə uşaqlıqdan həm rəqsə, həm də filmlərə çox həvəsim var idi. Yəni bir çox filmlərə baxırdım. Azərbaycan filmlərinə həvəsim var idi. Amaliya xanım Pənahovanı özümə bir kumir seçmişdim və incəsənətə daxil olanda da, yəni imtahanda, qabiliyyət imtahanında mənə sual verdilər ki, kimi özünə yəni kumir seçib yəni gəlmisən. Mən onda da Amaliya xanım Pənahovanı yəni qeyd eləmişdim. 2012-2016 illərində incəsənət məzunuyam. Yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğunu bitirmişəm və həm universitet illərində, həm universitetdən sonra bir çox film və seriallarda rol almışam. Təbii ki, yavaş-yavaş başlamışam. Çox dərəcəli obrazlar, ikinci dərəcəli obrazlar, ondan sonra yavaş-yavaş. Bu yaxınlarda bizim 8118 adlı filmimizin ssenari müəllifi və rejissoru Murad Emi olan 8118 adlı filmimizin qala gecəsi təqdim olundu. Birinci bölüm artıq Nizami Kinoteatrında yayımlanmışdı. Kinoteatrda yəni seanslarımız oldu və baxıldı, yəni bəyənildi film. İkinci bölüm isə düzdür, Nizami Kinoteatrında yayımlandı, amma Azərbaycanda verilməyəcək. Başqa ölkələrə, Səbəb? festivallara falan yəni veriləcək film. Burada verilməyəcək. Burada sadəcə qala gecəsi oldu. Ona görə məsələn biz orada yəni həm öz səhifələrimizdə falan paylaşım eləmişdik ki, bu film yalnız bir gün veriləcək. Və ona görə də yəni maşallah kinoteatrda oldu və yəni insanlar gəldilər, baxdılar. Orada da baş obraz olaraq yəni
fəaliyyət göstərirdim. Nə rolunda? 8118 adlı filmdə mən orada detektiv idim. Əslində birinci bölümdə ruh idim. İkinci bölümdə isə həmin belə deyim, yəni istedadım, oyunum, yəni işim qiymətləndirildiyi üçün. İkinci bölümdə isə Murad bəy məni yenidən o filmdə görmək üçün mənim üçün yeni bir obraz yazdı. Günəş obrazı. Ha, onda o ruha aiddir. Detektiv oldum. O birinci... Həmin o ruhun, yəni başçısı olaraq geri döndüm. Çünki orada ruh, yəni üzr istəyirəm, təcavüz nəticəsində öldürülmüşdü filmdə. O hələ tam açıqlanmayıb. İnşallah 8118-in, yəni 3-cü bölümü də olacaq. O artıq 3-də yəqin ki, yəni bilinəcək. Allah, həm Yəni belə. rəqsəm, peşəkar aktrisa. Üstə gələ ki, ölmüş xanımın ruhunun... Hə, yəni onun əkiz bacısını canlandırdım. Əkiz bacısı, hətta. Bəli. Yəni bir çox qısa metrajlı filmlərdə də rol almışam. Yəni Phoenix, İntihar Bürosu, bunlar hamısı yəni Azərbaycan üçün çəkilmiş qısa metrajlı filmlərdir. Phoenix-ə gəldikdə isə Phoenix Azərbaycan üçün yox, xarici film festivalı üçün çəkilmişdi. Film başdan ayağa ingilis dilində idi və mən necə deyim, yəni ingilis dilini mükəmməl səviyyədə bilmirəm. Bunu buradan deyirəm. Düzdür, bu mənim biraz mənfi cəhətimdir, amma yəni qismət. Öyrənə bilməmişəm. Ölüb təzən dirilən quş da. Bəli, Simurq quşu. Simurq. O film yəni xarici film festivalı üçün çəkildi və festival ləğv olundu. Festival olmadı. Amma bu film göndərildi Netflix və Amazon şirkətlərinə və oradan geri dönüş gəldi bizim production-a və production mənə deyəndə ki, Fatimə xanım, bəs biz sizə demişdik ingilis dilini mükəmməl səviyyədən yəni öyrənin. İnşallah ki, öyrənmisiniz, çünki sizə şad xəbərimiz var. Mən dedim, xeyr, mən hələ də olduğum yerdə sayıram, öyrənməmişəm. Və dedilər ki, siz belə bir şans əldən qaçırtdınız, Netflix-dən gələn təklifi dəyərləndirə bilmədiniz. Yəni mən həmin o bir həftəni demək olar ki, ruh kimi fırlandım. Stres. Dərs keçirdim, amma dərs keçmirdim. Təbii ki, mənə deyir. Yəni yoldayam, amma yolda deyil. Bilmirəm hardaydım, çünki çox pis təsir eləmişdi mənə ki, yəni mən belə bir şansı qaçırtdım. Amma xanım, günah siz özünüzədir. Hə, mən də. Yəni Netflix təklifini necə siz yəni Netflix-ə yəni onu necə dəyəndirmədiniz? O mən yalnızca 7-24 mən ancaq ingiliscə öyrəndim, hər bir variant olaraq. Mən inanmırdım ki, yəni Netflix-dən təklif gələ bilər. Və Azərbaycan üçün, yəni Azərbaycanda çəkilmiş bir film Netflix-dən yəni belə bir təklif alar Belə deyim və də, biz komanda şəklində yəni ora bir təklif ala bilərik. Boş verdiniz. Yəni inanmıram mənə seçəndə. Ciddi yanaşma. Bizim problemlərimiz çox var. Kimdir məni görən, kimdir məni nəsə eləyən. Yəni bu mənim mənfimdir. Valla bizdə qarşımızda oturanlar həm aktrisalar, həm Bakıda olmayan bir məqsədini qoyub, yəni bilmirəm qada sən yenə də onu bacaracaqsan, amma yəni biz də burada sorğu-sual veririk. Amma bir şey də var. var. İşte belə. Amma bir şey də var. Su gələn arxa bir də gələr. Ona görə qurban Allaha inşallah ki, bəlkə Valla nə bilim nə Netflix. vaxtsa o şans yenidən mənə gələr. İnşallah Netflixin ki. Netflixdir, bəli. Əla, yəni demək yaxşı ki mən anam mən tərəf saxlamayıb uşağı. O gün Spider-Man sağ olsun. Ancaq Spider-Man-ə baxırdıq. Təsəvvür indi mən saqqalı Spider-Man olaraq sizi xilas edərdim. Amma həqiqətən anamız valideynlər ümumiyyətlə vaxtında uşağında hansısa bir performans görüb ona dəstək olanda bəzən o həyatını elə dəyişir ki, yəni onun nəinki sırf anası, bütün yəni minlərlə insanlar onu dəstəkləyir, tanıyır və hətta fanatı olur. Və sağ olsun anamız bizim başımızın tacıdır. Və keçək sualı verək növbəti qonağımıza. Eşitdiyimizə görə Azərbaycana gəlmə bir səbəbiniz var. Onu açıqlaya bilərsiniz? Bəli, deməli mən Rusiyada anadan olmuşam. Çox şey problemləmişəm, döyüşlər, biznes, hər bir şey yoxlamışam. Və bir anlıq mənə çəkiliş çox maraqlı gəldi. Rusiyada çəkilişlər elədim, bir məqama çatdım. Sonra fikirləşdim ki, gəlib Bakıda dəyişiklik eləyim. Çünki mənim çəkdiyim bloq mən daha üstün görürəm. Çünki 99% blogerlər Azərbaycanda ancaq yumor çəkir. Nəsə gülmək, zad, o yan bir yan. Mənim çəkdiyim bolya mozgovitidir, yəni belə bir şey. Həm də özümə məqsəd qoymuşam ki, 3 ay ərzində $100,000 sırf çəkilişdən qazanmalıyam. Azərbaycanda. Bəli. Çox insanlar kommentdə, yorumlarda yazır ki, elə şey mümkün deyil, amma çox böyük səhvləri var.
Mümkün olmayan tək hər bir yoldan yerdə, dünyanın hər bir yerində o pulu qazanmaq olar. Sadəcə başı işlətməlisən. Valla belə bir yəni məqsəd çox güclü bir məqsəddir özdə Bakıda. İnşallah ki, yəni bəli, xeyterlər və say onlar hər zaman var. Onlar olmasa biz yəni biz necə ola bilər olarsınız? Xeytirləri çox istəyirəm. Hə, onlar yəni olmasa nə marağı var? Amma yəni siz istədiyiniz qədər və qoyduğunuz məqsəd yəni babat bir məqsəd olaraq var bir məqsəddir. İnşallah ki, Manat da yox, dollar. bəli, bax ən maraqlısı 100 manat qardaş qazana bilər. Amma imенно dollarda, yəni bu necə bir yanaşımdırsa, yəni sırf taktika, sırf özünə məxsusdur, çox güman ki və vallahi ancaq 100% mümkündür. Yadda saxlayın bu günü xahiş edirəm. Yadda saxlayın və bunu qeyd edin hər gün, hər kəs kalendarında və telefonunda, hər bir yerdə. Sən 3 aydan sonra biz görüşəcəyik. Görüşəcəyik. Bəli, mütləq görüşəcəyik və bu günü yadda saxlayın. Yəni qardaş gəlsə, bilin ki, həll edərik. Gəlməsə, isə də yəni gəlməsə filan. İnşallah ki, olmaz. Belə deyim sizə. Yüngülvari sayənizdə tanıdıq sizi az da olsa, çox da olsa. Təbii ki, şou zamanı daha çox tanıyacaq sizi və istəyərdim sizinlə bir neçə etap, şoumuzun bir neçə etapını keçək. Birinci etap təbii ki də sizə tanış olan bir sorğu sual və tanıtım kimi bir oyun olacaq. Ok və yaxud no. Və bunları aydınlaşdırandan sonra İnşallah next-dən də şans belə uzatmayın. Və sizin bir neçə sual verəcəm və sizin cavablarınız bizim üçün çox maraqlıdır və ümumiyyətlə necə Üzr bir... istəyirəm, bəyə Bəli. iş haqqında Hə. sual verilmir. Ha, doğrudan. Siz, Murad bəy, dediniz ki, bəs profesional MMA döyüşçüsüz və blogersiniz. Blogerin məqsədliyi iminlə sırf o seçdiyiniz Bakıda heç kim eləyə bilməyəcəyini mən eləyəcəm hardan belə. Yəni kimə baxdınız ya yaxud yatdınız ordunuz ki, yox belə olmaz, mən partlatmalıyam və yaxud niyə o eləyir, mən eləyəmirəm, belə bir şeylə yanaşırsınız, yoxsa sadəcə yəni mən bunu bacararam. Yəni yoxsa kimsə bəlkə elə bir şey elədinizsə, siz ona baxdınız, həvəsləndiniz. Yox. Uşaqlıqdan mənim başımda belə bir şey var ki, bütün insanlardan başqayam və özümə çox güclü inanıram. Yəni hələ bir şey yoxdur ki, deyim ki, onu eləyə bilmərəm. Hər bir şey yəni eləyə bilərəm. Çox fikirləşdim ki, nə ilə girim Bakıya, belə patlayış olsun, hamısı danışsın ki, ola bilməz. Fikirləşdim ki, puldur da. Bir də hamısının problemi pul deyil. İndi Bəli. Rusiyadan 25 yaşında olan gəlir, deyir ki, Azərbaycanda 100 min dollar qazanacam. Hamısı deyir ki, elə şey mümkün deyil. Mən onu eləsəm, partlayır. Bəs tamam, sən bunu elədin. İnşallah ki, yəni bu belə yəni belə deyim də, yüksək danışan hələ birinci sənsən. Ki mən bunu eləyəcəm. 100 min qardaş dollar. İnşallah ki, və yaxşı sən bunu elədin. Sən bu məqsədə çatdın və elədin. 1 milyon dollar. Hə, yəni o sənin limitin deyil. Yox. Bəs sən Bakıya özünü elə tanıdandan sonra sən onu əldə elədin, super, 100 min dollar səndikdir, dəyişir. Yəni sonra milyona gedirik. Bəli. 5 dənə vaxtımızdan bırax. Bu qədər. Əslində mənim düşüncəmdə 100 min dollar çox pul deyil. Prosta sən ayıldın, işə getdin, evə qayıtdın, hardasa maaş aldın, mümkün deyil. Əlbəttə. Amma başqa cür bir şey fikirləşsən, o pulu qazana bilərsən. O da düzdür. Mümkün olmayan elə bir şey yoxdur, nəsə mümkün olmasın. Sadəcə belə bir istəklə, yəni Bakıda da mən görməmişəm, kimsə desin ki, mən gələcəm və vəsə. Ekskluziv olmalıdır. Mən də ekskluzivlə gəlmişəm. Hə, yəni sizdə o performans siz özünüzdə görürsünüz. Ümumiyyətlə öz güvən çox gözəl bir şeydir. Yəni kim nə deyirsə desin, öz güvən varsa, yəni sənin qabağına heç kim, Allahdan başqa heç kim ala bilməz qabağına və dayandıra bilməz. Düzdür. Amma ki, yəni sənin istəklərin həqiqətən də yüksəkdir və 3 ay deyirsən də qardaş. Yenə deyirəm, xahiş edirəm, bu günü qeyd edin. Qardaş, 3 ay sonra mən onun hara deyə sonra gedəcəm, günün bu axırı nə oldu bu 100 minin? Mənə maraqlı MMA-yə necə başladınız? Hə, hətta. Uşaqlıqda məktəbə gedəndə çox bullyt eləyiblər məni. Dalaşa bilmirdim. Zəif kimi bilirlər. Hə. Və bir günlər dedim ki, nə isə dəyişmək lazımdır, belə olmaz. Getdim boksa. Məşğul oldum. Dedə 1 il, 2 il. Belə pis çıxmasın, gəldim ki, məni bullyt eləyib olan cavabını verdim. Necə də mehribansın. Hə. Ondan sonra başqa cür, yəni sırf dalaşmağa görə peşəkar mənə maraqlı oldu bu. Başladım, yarışlara getdim. Deməli
Kubok России udmuşam, şəhər udmuşam. İndi Azərbaycanca bilmirəm nə deyim, Severozapad, Российская Federasiya. Yəni bir məqama gəldim, çatdım. Sonra bu любителяда keçdik peşəkar döyüşlərə. Taylandda da döyüşmüşəm. 3 dənə döyüşüm oldu, kickboxing üzrə udmuşam. Sonra axırıncı döyüşlərimə hazırlıq keçmədim. Daha başqa şeylər maraqlandırdı məni, məşqə getmirdim. Axırıncı döyüşüm oldu Azərbaycanda. Fuad Xəşimov qarşı. Deməli Azərbaycanın nömrə 1-dir. Bütün döyüş keçdi amma uduzdum. Yəni kimsə udar, kimsə uduzar o, yəni normal bir şeydir. O da vacib bir şey yoxdur. Sadəcə ola bilsin sən demişkən daha çox üstünə düşməyibsən. Bəli, bəli. Yəni heç demək olar ki, döyüşə heç hazırlaşmamışdım. Yox, onda 2 6 ay lazım. Bütün döyüşlərə hazırlaşırdım amma axırıncı illər başını buraxdım belə, amma döyüşmək istəyirdim yəni. Getdim, döyüşdüm, alınmadı amma Səravnu yəni 3 raund döyüşdük. Tam bəs seçim olsaydı ideal formada, tamam 2 seçim verirlər sənə. Sən bloger olaraq çox məşhur olacaqsan, yoxsa döyüşçü olaraq? Hansı seçərdin? Çox maraqlısan, döyüşçü. Yəni bloger Bəli, seçim. döyüşçü. Amma zamanında bunu buraxmısınız. Bəli. Davam edəməm. Amma hələ də gec deyil. Bəli, amma 100 mini qazanıb davam edəcəksiniz. 100 min qazandan sonra döyüşməyi də istəməyəcəm amma. Hara var, düzdür. Və yaxşı xanım, eyni sual sizə də verə bilərəm. Peşəkar hər kəs tanınmış tərəfindən aktrisa, yoxsa rəqs müəllimi? Yəni desinlər ki, bu rəqs müəllimidir, ya yaxud bu həmin o aktrisadır? Belə deyərdim. Azərbaycanda hamımız da bilirik ki, yəni istedada qiymət verilmədiyi üçün daha çox tanınmış olmalısan ki, qabağa gedəsən, amma bir şey də var ki, tanınmasan necə qabağa gedirsən və yaxud da ki, çəkilməsən necə tanınırsan? Belə bir sual meydana gəlir. Hə, yəni mən daha çox rəqsi seçərdim. Mən rəqs eləyəndə özümü unuduram. Mən rəqs eləyəndə başqa bir dünyada oluram. Və öz bildiyimi başqa birinə ötürməyin ləzzəti, onun verdiyi o hissisi o başqa bir şeydir. Rəqs. Yəni o vaxtı mənim müəlliməm həmişə deyirdi ki, çox redki olar ki, həm peşəkar, gözəl rəqqas olasan, həm də yaxşı pedaqoq olasan. Bu deyir, hər adamda tapılmır. Amma həmişə mənə deyirdi ki, səndə bu ikisi də var. Ona görə amma mən düzdür, rəqqasəliyi seçmədim. Mən ümumiyyətlə yəni restoranlarda falan heç vaxt çıxış eləməmişəm. Heç vaxt yəni olmayıb yəni ki, var da bizim rəqqasələrimiz restoranlar, toylarda aş gətirirlər, yəni istərsəniz həm çörək puludur, həm də öz sahələridir, amma məndə elə bir şey olmayıb. Mən ansamblda fəaliyyət göstərmişəm. Azərbaycanın bir çox ölkələrdə təmsil eləmişəm və Azərbaycanın tədbirlərində, dövlət tədbirlərimizdə çıxış eləmişik. Yəni belə. Yəni yenə rəqs. Yenə rəqs, hə. Sən də döyüş. Neynək? Amma sırf istedada qiymət verilsəydi, sırf mənim istedadıma görə mən bu dəqiqə aktrisa olaraq istədiyim yerdə olsaydım, bəlkə də onda aktrisalığı seçərdim. Bu sualınızın qarşısında. Bəlkə də o Bakıda və Azərbaycanımızda baxır kimə seçilir. Amma rəqs uşaqlıq arzusu. Hə, o da var. Və blogerlikdə sənin inanılmaz bir məqsədindir məncə o. Mən o günü gözləyəcəm. Mən sən yaz xahişim bir yerə. Mən o günü gözləyəcəm. Nəinki siz, mən də gözləyirəm. Çox maraqlıdır. Hər kəs gözləyəcək. 3 ay sonra. Məncə əgər bir insan bir şeyi məqsəd olaraq özünə yəni deyibsə də ki, onu bacarır. Ölkənin fərqi yoxdur ya da ki, necə elədiyinin fərqi yoxdur. Əgər istəyirsə bacarar. Mümkün olmayan heç nə yoxdur. İnşallah ki, siz tam ucalara çatarsınız. İnşallah. Çünki arzuladığına çatmaq çox gözəl bir hissdir. Və bu hər kəsə aiddir. İnşallah ki, hər kəs ürəyinci olsun. Məncə Ok və nok. bəli, biz başlaya bilərik. Round 1. Və bizim maraqlı sualımız var və birinci sualımız nəyə ibarətdir? Hazırsınız? Tam fikrinizi bölüşə bilərsiniz. Yəni niyə, nəyə görə və say. Öz problemlərini və yaşam tərzini bircə bağlamaq ok yoxsa nok? Nok. Я не понял вопрос. Tutalım, bütün öz problemlərini və həyat tərzini demək ki, ya visi поэтому, ya скорпион поэтому. Все понял. Ona görə. Bağlamaq səncə düzgündür, yoxsa bu həyat seçimidir, həyat tərzidir, özünüzdür? Siz dediniz no. Düzgün deyil. Yox. Sizcə? Nok, çünki ümumiyyətlə mən bürcüyə zət falan inanmıram. Çünki mənim üçün elə bir şey yoxdur.
Məncə də nə belə adam fanatlar var ki, yəni yox. Var, çoxdur. İnanılmır. Çoxdur, çox insan inanır, amma məncə yəni boş şeydə elə şey ola bilməz. Mənim bir rəfiqəm var, yəni dostlarını belə bürcə görə seçir. Mənə deyir ki, sən oğlaq olmasaydın, mən mümkün deyildi səni. Deyirsən, dəlisən. Belə bir şey ola bilər, yəni. Niyə bürcə görə insanları seçəsən? Yəni bürc sadəcə olaraq necə deyim, bizi mən bürclərə inanmıram. Amma bir şey də var ki, deməli insan öz bürcüsünü bilir, başlayır onun haqqında oxumağa, özünü oxuduğu kimi aparır. Hələ bir şey də var. Və hər bürcdə də eyni Yəni, şey yazılır. hə. Zəhmətkeş. Hə, zəhmətkeş. Nə bilim, eyni. Yəni istəmirsiniz, siz Hə. həstə binə edirsiniz, Hə. həstəni çapacaqsınız. Ay, sağ ol. Niyə axı bizə Qərarlı falan filan. Yaxşı onda belə çıxır ki, onda ölkədə pis insan yoxdur, hamı bürcü var da. Hə. Yəni də. Da, Ona görə. belə deyəm onda. İkinci sual. İlk görüşdə bəy və xanımla söhbət gedir. Adlarının ya və yaxud bürclərinin bir-birinə uyğun olub olmamağını sizcə bu oqdur yoxsa noqdur? Tutalım, görüşürsünüz bir xanımla, siz tərəzisiz, o da şirdir. Deyirsən, yox, şirlə mənimki alınmaz. Ya və siz deyirsən, əqrəb gəlir. Bu əqrəb acı dildir, 100% mənlə danışacaq. Yəni buna siz önəm verirsiniz, yoxsa ancaq qabaqdakı danışığına, oturuşuna? Təbii ki, xarakterinə. Yəni, Oturuşuna, xarakterdə. duruşuna. Siz Noq. bürcə inanmışsınız deyə, noq. Siz də həmçinin. Yox, bürcə inanmasam da, dediyim kimi, Amma xanımlar, məsələn, oxuyurlar ki, bu xarakteri güclüdür, nədir, ona inanıb özünü ələ aparırlar deyə, hələ olur ki, yəni uyğun Məncə gəlmir. hamısına daxil eləməyək. 90, Əksəriyyəti. 90%. Xanımlar deyəndə getdi bütün xanımlar, ona Hə, görə bəli, də yox. bütün o İraq yaxşılarından. İraq yaxşılarından. Bəli, bizim o milli İraq yaxşılarından. Tamam bunu O zaman- bilsədə. Üçüncü sual. Uşaqlıq arzunuz üçün stabil işlədiyiniz işdən vaz keçmək ox yoxsa noq? 100% oq. Noq. Çünki uşaqlıq arzumun işini işləyirəm hal-hazırda. Yox, başqa bir seçim olsaydı. Ümumiyyətlə Başqa deyir. Birisi məsələ. Hə, olaraq. siz tutalım işləyirsiniz həkim. Amma arzunuz çatıbsansa bir təbəqəyə, amma arzunuz rəqs idi. Onu atıb gedərdiniz ona. Uşaqlığımla yaşadığım insan olduğum üçün bəli oq. Rahat ola bilərdiniz, hə? Hə. Siz də Əgər həmçinin. başqa bir Baxır sahədə da. olsaydım. Çatıbsınız blogerə, məşhurluğa, amma sizin arzunuz bilirsiniz nə idi? Tunik, maşın yığmaq, tutalım. Və sizə bir şans çıxdı, amma siz ucu məşhur bloger. Biz nə dərdi? Evdə uşaq acdısa, uşaqlıq arzu gedir. Görə stabil işləyəsən ki, pul gəlsin. O uca baxır, yəni Baxır da. həmin anda sizin həyat fərqətinizə. Bəli. Hə, yəni o bəzən. Ona görə bu şaxəli sual olduğuna görə mən oq-noq ikisini də deyirəm. Tamam. Bəs bu suala nə fikirləşirsiniz siz? Evlənməmişdən əvvəl cütlük bir yerdə yaşamağı normal oqdur yoxsa noq? Siz istəyirsiniz biz buradan çıxanda bizi daşlasınlar? Yox, orada bir Nə şey deyim? elə xanımlar bəylər var ki, mən kim nə eləyirsə mən heç vaxt ona şey deyim. O onun şəxsi işidir və hər seçimə hörmətlə yanaşırım. Sadəcə də tutalım, bu fikrinizdir. Elə xanım var, elə bəy var deyir ki, mən istəmirəm xanım, tutalım, axşam saat 9-dan sonra gəlsin. Ya bax, elə xanım deyir ki, mən istəmirəm yoldaşım ya da sevgilim ancaq dostlarım olsun hamamda. Yəni onları nəzərə alsaq, sizcə evlənməmişdən əvvəl bir yerdə yaşamaq düzgündür yoxsa yox? Oq, yoxsa ya noq? Düzgün deyil. Düzgün deyil. Noq. baxırsınız. Bəli. Necə öz düşüncəniz, Bu insan. Ancaq İnsanın öz bu aid deyil. düşüncəsi. Ha, bu sırf sizin üçün Noq, noq. noq. Ha, sizin üçün Noq. noq. Düzgün deyil, siz də həmçinin. Bəli. Növbəti sual. Evlənmək üçün maksimum borca girmək. Ox yoxsa noq? Noq. Yəni siz borca girməzdiniz maksimum. Yox, qətiyyən. Heç qoymaram da borca girsin. Çünki ondan sonra, yəni o evlilikdən sonra ki mən əgər onunla oturub borc ödəyəcəmsə mənim nəyimə lazımdır o toy? Qardaş deyir ki, mənlik dəşik. Yox, yox, yox. Noq. Yəni hər şey mənlik. Sizcə bəs? Xanım onu qəbul etmir. Niyə ki, bəy əziyyət görməsin? Bəs sizcə o xanıma aidiyyəti var mı, yoxsa mən hər şey eləyəcəm deyib borca girəsiniz? Ümumiyyətlə şixayla hər şey eləməlidir. Qadında heç bir problem yaranmalı deyil pul haqqında. Bəs Amma məncə normal bir şeydir. Bəs bir də ödeyə bilmədin? Yox, elə bir şey olanmaz. Axı da götürürsə, Yəni onu nəzərə alırsın. Bəli. Həyatda fırladı işdən çıxdın. Getdi maşın vurdu, ayağı nə bilim şikəst oldu. İraq. Ödəyə bilməyəcək. onda heç vaxt evlənməsin. Yox, evlənsin Evlənsin, özünə uyğun xanım maksimum tapsın borca və borca girmək. girməsin. Maksimum nəfər Yəni yəni. nə bilim mən bu toyda at çapacağam. Yəni Maksimum yəni, yox, bu yox, toy yox. təntənəli olacaq. Yox, yox, yox. Onda yox.
Məncə də, yəni mən heç bir şey Məncə hər eləməzdim. kəs ruhuna uyğun insanı tapsa, onu anlayan bəli, birini tapsa, bəli, bəli. o qədər borca da ehtiyac qalmaz. Mən belə düşünürəm. Tamamilə razıyam. Və birinci etapı nəzərə alaraq ki, sona çatdırdıq. İkinci etapımız ibarətdir nədən? Sorğu, sual və həmən suala hansısa bir səbəblərə görə düzgün cavab verməsəz, sevə-sevə, iştahla acı bibar yeyəcəksiniz. İnşallah hər kəs hazırdır. Təbii ki də hazırsınız. Siz hazır olmasınız bura gəlməzsiniz. Sizə nuş can deyirəm və biz başlayırıq. Round 2. Bir daha salam. Pauzadan sonra biz sizinlə yenə qovuşduq və dediyim kimi birinci birinci raundumuz bitdi və indi ikinci raunda keçirik və ikinci raund nədən ibarətdir? Sorğu sualdan. Düzgün cavab hər şey okey. Səhv cavab o dadlı, biri-birindən gözəl olan bibarları sevə-sevə yeyəcəksiniz. Çox, məncə baldır hətta. Və birinci sualımız sualımızı verim sizə. Deməli, tam fikirləşin, yəni tələsməyin. Onsuz da yes. Mona Lisa əsərini kim çəkib? Heç kim çəkmir. Deməli, Homer, Barack Obama, Sylvester Stallone, yoxsa Da Vinci? Variant D, Da Vinci. Leonardo da Vinci. Və bu düzgün cavabdır. De. Ev yox, bu yüngülüydü, o bez bilirsinlər. Heç kim biber yemir. Yox. Yox. Mən daha şey dedim, o Belə təmiz çox adını istəyirsənsə zaten. yemək götür gedə. Sən ekstra sual olacaq indi. Sən Xanım yeməyəcək. Bütöv dedim axı Sizdən mən. qabaq dedi David. Yox, Mən bütöv dedim axı. Yana şey olur. Başa düşdüm, yaxşı. Mamit yana ki Məhəmməd. Yox, Mamel bəy, mən fikir verirəm ki, bu qardaş ümumiyyətlə sevir bibər yeməyi. Gəl belə yeyək. Mən cavab verə bilməyəndə də siz yeyin. Okay, mən Bəlkə razıyam. də o centilmen nə eləmək istəyir deyir ki, yəni siz yiyin. Yox, burada elə şey yoxdur. Bu da elə bir şey yoxdur. Все, tamam. İkinci sualı. Zəhmət olmasa. Keçirik o zaman ikinci sual. Hindistan tanrısı Ganesha hansı heyvan başına bənzəyir? Fil, meymun, mal, inək, bu birləşirdi. İt. Ganesh onlarda şeydir də, ona paklanyas. Tanrılardan Həm biri. də Krishna və ibadət Sai. eləyirlər ona. Fil. Fil, sizcə fil, bəs sizcə? Tələsməyin, yəni ciddi Meymun, mal, it. Mal inək. Okey. Ola bilər ha. Amma məncə fildir. Okey, sizin sual cavabınız A. Sizin isə cavabınız C. Mal, inək xanım dedi, düzdür? Bəli. B isə fil dedi. İkimizdən biri yerdə 100 Mən faiz. yeyirəm. Son Nuş olsun, nuş olsun. Nə durursuz gözləyin? Nuş Fildir olsun. də düzdür. Nuş olsun. Son qərarımız. Yo, verdim все. Mal, inək seçirsiniz. Ben nuş olsun sizə. Bu səhv cavabdır, çünki Doğru düzgün cavab cavab fil idi. fildir və qardaş. Bəli, bu qardaş yeməyəcək. Zəmin uzun bir bardan da baxın. Amma bir şey deyəcəm. Birinci bir barda südün yəni süd olaraq içə bilməzsiniz. Ancaq ikinci bir bardan sonra içə bilərsiniz. Mən yana qalacağam indi. İnşallah ki, öyle bir şey olmaz ama yani da o ancaq ikinci bir bara aiddir. Sizdə ha? Burada baracası var, onu götürüm də. Yox, olmaz. Niyə? Yaxşı olar. Yavaş-yavaş da yəni ömrümdə bibər yeməyən insan. Yox, hər şey birinci dəfə var həyatda. Hər şeyini. Yadıma siz Allah salın, əlimi gözümə zada vurmayım. Yox, salmayacaq. Nasıl belə işliyorlar? Buyurun yiyin. Bəli, sizi göstərir. Yeməzsən. Tezlə geç. Yavaş-yavaş yeyə bilərsən. Yiyin. Tutum da buram. Yox, çeynin. Hər kəs bilsin. Görsün. Və datsın. Dedim şirindir. Görsən? Sən demişdin daha acısını ala. Eyb yox. Keçin növbətdə suala. Deməli, siz yiyin, rahat yiyin, tələsməyin. Heç kim heç yerə tələsmir. Yox. Ancaq içində xanım, bu yəni bu qayda qanun var. Belə bir şey olmaz. Və siz hazırsınızsa, təbii ki siz hazırsınız. Bəy görürəm iştahla baxır bir bara. Üçüncü sualımız. Hansı heyvan hamıdan çox yatır? Ayı, pişik, koala, şir. Hər kəs düşünsün, siz də kameraylarda bildirə bilərsiniz.
Cavabı bilməm əslində. Nu, Qoy xanım cavab versin. Cavab versin. bildiğini özü üçün bilir. Amma əslində bilmir. Mən fikirləşirəm bəlkə. Fikirləşin kimsə deyir ki. Baya birinci mən dedim, indi xanım. Əslində biləm ki, İki variant ayı arasında çox qalmışam. yatır. Bir də koala. Mən də elə Biz düşünürəm. bunları deyirik. Amma hansı Prosta- daha çox? Bir şey bizdə həyatda var, yəni qalxmırlar. Ayı ancaq qışda yatır da, düzdür? Yox, Hələ ayı. bir şey var. Ayıdan ayı Ayı, aslında. çünki Hə. koala evdə də O çaşdıra bilər. bəsləndiyi üçün mən ayı seçirəm. Ağ ayı da var. Mən koala seçim. Koala. Siz ayı seçirsiniz. Ayı. Və mən düz cavab Ya verirəm. bu gün Koala evdə də bəslənir. Axı o yatır sonda cəmaət onu niyə ola alsın? bilər pişiklər də bəzən mənim pişiyim ümumiyyətlə durmur, bəlkə də ölüb heç. Bilmirəm amma yəni söhbət odur ki, burada bəy bu gün söhbəti çox var. centilmencasına yanaşırsınız. Və Və bir dənə centilmendən deyirsən. geri qalmayaraq, bəli siz bir anda Koaladır. Koaladan. bəli koaladır. Nuş olsun, yəni tərəsməyək. İki variant arasında qalmışdım mən. Olmaz belə. Bu haqsızlıqdır. Yəni də, yəni. Mən demişdim. Mən buradan çıxanda deyəsən, klinikaya da getməliyəm çünki mədə başlayır. Yiyin və südü içə bilərsiniz. Məncə hər iki yaxşıdır. Məncə də, əladır. Demişdim balacalar bamba. Yox, sən də yağını ye. Yiyin, yiyin. Yavaş öyrəşmişəm mən. Yiyin. Yiyin, yiyin. Yiyin. Hayda xırtıldı ya. Hayda da, bu nədir? Biraz iştahla yiyim olur. Yox, yiyim tanım sonra. Yiyim tanım, tam. Tam, onu dadım. Hiss edin o ibarə. Hiss edirəm. Hiss edirəm ki, mən bu oyundan sonra bunu sevəcəm deyəsən. Uca dost oluram. İçə bilərsiniz süd, fərq eləməz. Hə. Tak, indi Növbəti sualımıza Bəli. keçirik. və Hazırsınızsa? təbii ki, hazırdılar, onu gözləyir. Planetlər arasında ən böyük olan hansıdır? Mars, Saturn, Jupiter, Dünya. Xanım olaraq birinci cavab verə bilərsiniz. İstəmirsiniz. Yox, şimdi gentleman olaraq Jupiter. Bəs siz? Ya, heç biriniz yemirsiniz. Və belə bir an olduğu üçün mən sizə bir cəhətdə sual verək, ekstra sual verək. Neçən sualdır bu? Bilmirəm, hər neçənci sual, yəni anatomla barədə, Üçdür. anatom. Gəl anatom. Sürət olaraq yer üzündə ən sürətli yaşayanlardan biri kimdir? Usain Bolt, Flash, Gepard, Pələng. Gepard. Gepard. Smeşifo. Zəhmət olmasa Smeşifo. Niyə? İkimiz zəftidir. İkiniz də düz dediniz. Haçsındı? Amma anonsumuzda bəs Daha daha sual düzgünlüyü, bu yox, düzgünlüyü təsdiqləmək üçün kim daha güclüdür? İki dənə yemişəm ürə. Bəlkə siz deyiməz bu yer. Məncə bir dənə də ekstra sual vermək lazımdır. Tamam. Ekstra suala niyə Adi keçmiş? bir sual olacaq. Nəfəs alamıram. Məncə bu sualı verə bilərsiniz xanım siz. Bax. Bu yox. Bəli, bu sual. Məncə biləcəklər, amma yenə də birdən verin. Sual. Məncə yeyəcəklər, amma yenə də bax. Buyurun. Gülür o. İstəyirsən mən deyim. Tamam, xanım dərsində görürük artıq nə olacaq. Son tərkibi. H2O. Yox, baxın, da qodur. Xanım. H7A ola bilər. BCD A2, A1 H2O Su, təmiz ölü suyun tərkibindən gedir söhbət. Təmiz ölü su. Ölü su. Aha. Su, ölü su. Yəni H7A. Su ölüsü nə deməkdir? Su yəni qaynanmış su. Belə başa düşdüm. Mineral su elə var idi. Yox, bir bir dəqiqə. şey var. Yox. Bax suyu. Su qaynananda ölü su sayılır. Ölü su. Yəni- Yəni də ölü su Hə. bəli. Ölü Amma qaynana sırf bilər. krantdan gələn sudan söhbət gedirsə, yəni o ölmüş su deyil axı. Bildim də, amma ölü su. Ümumiyyətlə suyun tərkibi. Ümumiyyətlə suyun Ölü su. tərkibi H2O-dur da. Ha, ölü su həməsiz. H2O. Ölü su. Bax, O sualı bax. Ben Tərkibə bildim ki, niyə ben- verirsiniz də o sualı? Yəni ki, biləsiniz də, bax su tərkibi. Ölü Nədir? suyun tərkibi H2O, H7A, BCD yoxsa A1.
Ölü sudan söhbət. Çox dadlı Bir deyil. dənə də deyin. Ölü suyun Ölü tərkibi su. H2O, H7A, BCD yoxsa A1? Adi su H2O-dur, H2O-dur, amma da ölü Ölü deyirsiz deyirsə deyə. onu da çaşdırar. H qalmalıdır burada. Aysa. Ona görə Demək. 7 gəlməlidir. Böyle çıxır ki, H7A. Ona bir dəfə də ölü su eşidirəm. Ölü su mağazası. Qaynanmış aptek suda. satırlar. Nə? Aptekada bəzən satırlar ölü su. Sırf su sular. Biz yarışa çıxanda ölü su istifadə edirdik. O uzun məsələdir. Aa, şey sudur, yox. Yəni deyəcəm, adını bilirdim ya. Hər nə sudursa tərkibi H2O, H7A, BCD yoxsa A1. 1, Aa, bir də var, hə. 2, 3, 4, 5. Cavablar? Yox. Cavablar? Jokerimiz də bilmir. Yox, cavab. Joker hələ var. Cavablar. Telefonu yoxsa? Bilir. Cavablar. Bax yenə sayın. olsun, H. 7A. Bəli. Sizdən? Yeyirəm. Yox, oğlum. Ölü su. İkimiz də yeyəcəyik. Yox, sizin cavabınız nədir? Burada ölü su olduğuna görə beyin yanır, ona görə də H7A olsun. Nəzərə alaraq ki, yəni hər gün batır, ay çıxır. Bu da eyni şeydir. Eyni şey, H2O idi da. Yəni siz necə zəhmət olsun yeyin də xahiş yeyin o O bidarı. isin demək ki, yemişəm uşaq. Siz təsdiqlədiniz onun səhv seçimini. Yeyin, amma sizə süd içmək olmaz qardaş. Bildim mən. Birinci də. Mən olar var. Mən amma eşşək südü içəcəm. O. Yo, yeyin sonra. H2O idi də. Sevmədiyim bir şey. Bəli, standart. Öyle nə qədər- Prosta baxın bu. Buyurun. Da Yəni yapayım. Həsən keçən Həsən. Əslində mən Eyni orada- şey. Siz- Burası o ölü su dediyinə görə bizi çaşdı. Ən yekəsini götürürəm. Hər kəs bunu görsün. Məndə də abiyon biraz çoxdur deyə. Maşallah bir dərbi sümüksən. Qardaş buyur. Ye. Mən dedim də şirin. Acı da. Nuş olsun, devam et, devam et. Həqiqətən. Nuş olsun. Ya amma beyin su içmək olmaz. Və xanım bəy yeyənə sonra siz yeyəcəksiniz. Siz necə bu işdə özü ustadsınız, ona görə rahat Hə, yeyin. o öyrəşmişəm də. Bəli. Baxıram görüm harda böyüyü var onu götürüm. Buyurun. Növbəti sualımız Allahım. Nay nay nay. Həqiqətən acıdır. Mən yerdə inanmıram. Acı bir ona necə xanım balacağını axtardı, hə? Tak, yeyin və südü içə bilərsiniz. Amma siz hələ olmaz. Və siz hazırsınız. Sual gəlsin. Siz hazırsınızsa xanım növbəti sualı verəcək. Hələ ki bibərini yemir. Mən buradan çıxandan sonra nə dərman atmalıyam mədə ağrısı üçün zət. Çünki mənə də ağrıyır. Heç nə mamaya deyil. Mamadan sor. Buyurun. Nuş olsun. Nuş olsun. Nuş olsun. Nuş olsun. Heç kim demədi sağ olun. Tamam. Növbəti sualımıza keçək və... Gəlin sizə də olsun. Yox, çox sağ ol. Növbəti sualımız xanım. Növbəti sualımız isə birinci nə yaranıb? Telegram, TikTok, Instagram, YouTube. Təkrarlayıram. Telegram, Instagram, TikTok, YouTube. YouTube. Birinci nə yaranıb? TikTok? Instagram, YouTube, TikTok, Telegram. YouTube-la Telegramda qalsaq, mən YouTube deyərəm. Sizin seçiminiz YouTube'dur. Sizin seçiminiz bəy? Bəlkə ölkəmizə gəlib çatmıyor. Bu da var axı. Yaranıb da, yəni o... Yaranıb, hə. O Afrikada yarana bilər. Hə. Yəni, əsl Amma yaranıb. ölkəmizə gəlib çatmıyor. Mən hardan bilim onu? O ucu qədər o şəxsi işidir. Kimdən baxaraq gəlib və sizin seçiminiz nə oldu? YouTube. Bəs sizin seçiminiz? Mən Instagramla Telegramın, YouTube'un arasında qalmışam. İkisindən bir seçim olmalıdır yəni. 1. YouTube. YouTube. Yemədik. Təəssüf ki. Təəssüf ki, yemədiniz. Yemədik. Hə, yemədiniz. Sevdik, nolaç. Bəlkə simişəm. Bəli, xanım düz deyir. Yəni niyə də yox? Biz elə Niyə də yox? Gestapoların verilişinə gəlmişik. Siz, Xəbərim var. burada kim güclü, kim zəif söhbət deyil. Haqq, ədalət hər şeyi qoyacaq o son nöqtə. Sən mənim smeşə. Harda da o qədər? Bilmirəm, Biz hardasa. ikimiz də eynidir bir şey. Bilmirəm. Yox da YouTube-dur da cavab. Düşünün ki bu son. Biraz haqsızlıq olur, elə bil. haksızlıqdır. Qadir, siz şou gəldiniz, imza çəkdiniz. Neçə Yəni, dənə heç kim- imza? Bir dənə. Amma yekəsini Neçə yedi. yemişəm? 3 dənə. Balaca. Bərabər. Toplasaq bir dənə idi. Bəli.
Smeşevo zəhmət olmasa. Yeməliyik. Smeşevo kim uduzdu o yeyir. Ha, все, bildim. Smeşevo. Ayda. Kamin. Kağız qayçıdaş. Ay, все. 3 dəfə olacaq. Bəli. 1, 2, getdik. Başlayın. Qayçıya daş qoydum. Yenə də 1. əzəsən deyəndə xeyr olar. O sizə aiddir. 1, 2, başlayın. 1, 2, 3. Ya. 3 dənə də. Plan. 1. Məndə daş idi da. Yaxşı, yaxşı, təzədən. 1-0 da daşı düz deyir. Daş idi da. Ay, qoymadım axı mən Sən çəkdin də. Kameralar hər kəs bunu gördü. Hər kəs bunu Məndə gördü. daş idi. Hər kəs. Yox, qardaş. 1-0. 1-0. Yaxşı. 1, 2, 3. 2-0. Axırıncı. 1, 2, 3. 2, 1. 1, 2, 3. 2, 2. Axırıncı. Hazırsınız? Bax, Bir. həqiqətən deyirəm kağız qoyacağam. 1, 2, 2, 3. 3. Deyirəm axı kağız qoyacağam. Bax, centilmen olaraq hərəkət elədi də bu xanım. Da nə istəyirdin? Hadi bir şey də qədər. Həmin anda içimdən nə gəlirsə onu. Buyurun yiyin. Amma siz Kavak. udmuşdunuz. İnanılmaz comeback oldu bro. İnanılmaz comeback. Yiyin hoş olsun. Gərək siz də kağız qoyardınız. Bəli. Bəzən qabağına düşman olmaya bilər. Gəl. Maska şeyinə baxım. Aha, burada nəsə birini tapdım. Evet. Yeni axırıncını və Hoş olsun. Buradan bugünə qədər tantuni yeyəndə bibərlərini atdığım o bibərlərə heyfslənirəm. Bəlkə də o vaxt yeməli idim ki, indi mən rahat Bəlkə də. yeyə bilərdim. Hoş olsun. Evet. Aha. İştahla. Demişim də şeyində var. Və heç yemədi. Amma dedi ki, mən ona kağız qoyacağım. Düzdür? Onun şansı var idi xanımın. Hər gün centilmenlik elədi. Ev yox, nəzərə alaraq ki, siz çox sevərək bu mübarələri idiniz və bu mübarədən biz ayrı olmayacaq. Çünki biz keçirik növbəti turumuza, son turumuzdur, son ayımızdır, masa üstü. Bəli, bir maraqlı oyun olacaq və başlayaq məncə. Round 3. Final round. 2, mən yüksək sayacağım ha. 3, əllə qabağa. Dəyəcəzdə də. Nədir bu əlimdə? 1, 2, tullama. 3, Şö, bildim. Süzgəc. Deyə bilərəm. süzgəc, siz. Tac. Taç. Getdi. Süzgəc və taç. Bu Getdi nədir? Aha. Bu keçin növbəsinə. Qəşəng şeydir. Oğlan axtarın. 1, Ses, şişka. Nədir bunun adı bilmirəm Azərbaycan. Nədir bu bilmirəm. Sən tapdım. Bildim də Nədir? iqruşka ilan. İqruşka ilan. Ay nə yaxşı o mənə gəlməyib. Deyin, bu nədir? Nədir 5, o əlim yoxdur axı. Nə edeyim? 6 dedi xanım bunu. Dedim, şişka dedim. Şuşka, şuşka. Getdi. Yəni səbirli olun. Tez Keçin imişdim. növbəsinə. Nədir o? Bura. Başlayın. 1, 2, 3, 4, Zuna şotka. Diş fırsası. Okey. Əla, getdi. Səbirli olun və növbəti at əlifi qabağa. Blət. Nə? Qabağa 1, 2, Açki. 3, açki, B tapdı. 4, Beş. Güzgü. 6, düzgü, tak, səbirli olun. Stop. Tak, indi siz ikinizdən nə edirsiniz? Tapmasaz 10 saniyə sonra biz fırlanacaq, yaxşı? Və axır bir dənə bonus var, onu tapacaq şey. Gəl bura görün. Səbirli olun, ikiniz eyni vaxtda. 1, 2, getdik. Nədir bu? Oy. Bu nədir ondan? Slime. Bu. Getdi. Ay bu bilmem nədir. Ete imbi. Da? Da. Tak, və hərənizə indi bir şey verəcəm. Ay, Tapsaz deməyinlər. Əlimi silərdim, heç olmaz. Yox, burada olan keçdi. Tapsaz deməyəcəksiniz nədir. Sadəcə bir şey qalıb deyə ikiniz bir sanacaq axırıncı. Bu cığallığdır. Mənim əlimin hissiyatı zəiflədi slime-la. Opsiya var. Deməli birincisiniz amma cavabı demirsiniz. Sadəcə bilirsiniz və özünüzü saxlayırsınız. Buyurun. Axtarın, demin amma. Demin, özünüzü saxlayın ağılda. Demin. 1, 5 saniyədir. 2. Okey, tamam. Tamam, ver bura. Verə zəhmət olmasa. Mən hələ onu götürürəm. Bəli, eyni şey və axıra kim düzgün desə. Slime. 5 saniyə. 1, Bu nə dolu? 2, sakitlik. Ay 3. bildim hə. Şey Bildiniz? bildim. Hə. Okey. Və eyni anda deyəcəksiniz. 5 deyəndə. 1, 2, 3, 4. Nə idi bu? Sarımsaq. Sarımsaq. Tap.
Aferin. Siz herkes açabilirsiniz. Eyvallah. Bunu aça bilərik. Açın, əlbəttə aça bilərsiniz. Mən yenə gəmərlərimi yuyum, neyim mən? Mən Ay, yaş salfetka. Eyvallah. Qayda bu olmuşdu. Sapmadı. tapdımsa sağ ol. Hə? Kıyımı istiyor. O video hiç mi yani? Nəyi? 21 necə tapdınız sağ ol. 21. Arkadaşlar yüzündə Gündüz yarısı 10 tapdınız ne İnanılmaz olur yani? müharibə gedir burada yəni. Siz desəniz kim olacaq? Məncə bəylər təbii ki olacaq. Hər zaman bəylər güclü və. Xeyr. Aha, növbəti sizdə. Xanımların Gəmərci. strategiyası güclüdür. Uzun biber yeyəcək. Okey. Okey. Siz də yeyirsiniz. Evet. Yəni bizim aha. Aha. Nə o? Son. Bu bir. Oo, dedim qardaş. Yəni Oyundan Biz qabaq baxmalı demişdi deyil. ki, mən bu oyunu heç bilmirəm, o da oynamamışam. rahat bir şeydir. Çünki o buradan başladı. Bax, bu strategiya bax buydu. O strategiya bax buydu. O strateji bir O şeydir. başladığı Və üçün- bəy 1, xanım 0. Və xanım Zəfər o bir bariyerdir. Ağzı girəm. Əlbəttə, yox. Gözləyə soramayayım. Stres deməyimi lazım. Mən Stres elə deyil. yığımda, noyniklarımı yığım özüm üçün. biraz. Yox, yığın. Amma süd olmayacaq, hadi deyim bunu başdan. Hə? Süd ancaq axırda olacaq. Yox, elə şey olmaz. Bəli, yin. Yin. Süd olmayacaq. Bəli. Yin. Xoş olsun. Oradan toplayıb bu boğacılar. Dedim mən onu qoyum orada boğacıların hamısını. So, yenə simen şifo eləyəcəksiniz və kim birincisi o başlayır. Hazırsınız? Bir dəfə simen şifo. 1, 2, getdik. 1, 2, 3. Xanım başlayır. Aa, Sıra səndə bəy. İnanılmaz dərəcədə burada qırğın gedir. Qan suya bax. Tamam xanım, sıra sizdə. Məncə Murad olacaq. Məncə bəylər hər zaman fizik olaraq güclüdür və taktik olaraq da güclüdür. Murad, nə bahada uzasan? Bir haber eləməmədi. Ayın bağlı. Son. Oyun bağlandı. Nələr bağlanır? Tutdum da, hə? hardan unutdum? 2-0. Aa, Avucuna bol ekran olsun. Mən Murad, mən sənə sayəndə sən də yeyəcəksən. Bəli, siz yiyəcəksiniz. Gəl, buyur. Xanım, siz... 3 dəndir təbii ki də. Yiyin zəhmət olmasa. 3 dənə. Tərk eləmək yenə tək qaldım. Xanım yiyəcək, bəli, 3 dəfədən olacaq. Və sən o xanım yediyi qədər sən də yeyəcəksən. Bəlkə comeback eləyə bilir. Güvənirəm. Dəstin, gəl realist olar, nə comeback. Tak, hazırsınız? Yiyin. Fatimə, Fatimə. Uca mədəm ağrıyır. Amma oyunun qaydaları var. Siz bunu bacarmalısınız, tuta bilərsiniz. Burada sırf hər şey sizə baxır. Taktika, seçim. Gördünüz, yenə oğlanlar daha taktikdir. Necə olacaq? Tak, hazırsınızsa başlayırıq. 1, 2, 3. Davası meşif olacaq. Hazırsınız? 1, 2, 3. Xanım baş. Xanım başlayın zəhmət olmasa. Xanım. Biraz sizdən əjdaha sanki bir indi çıxacaq o alov var, əjdaha var. Bacaracaq. Son. Yox. İstəsə bacarar. Yox. Aha. Valla. Mükən. Bacarmalısın. Amma xanım da yəni bu səfər məncə əsəbidir və qadın da güclü biridir və taktik biri onsuz bitirəcək indi. Kart nömrəsini yazın, kim istəyirsə pul atsın, yəni kim verir. Aha. Hesiz. Belə o yəni kimsə uduzmalı ki, o opsi utsun. Həçəç olanda niyə, nə olur? Heç bir şey təzə. Yesin də. Belə şey olur, uduzsun. Uduzmaq üçün bu niyə yeməliyəm? Təzədən bir dənəsi. Da 1 2 3. 1 2 3. O neydi? Bu qarşı sən xanım da, yəni nə qədər Yaxşı. xanımdır. Yox, təzədən də eləyə bilərik. Fərq Gəl, yox. gəl. Gəl məncə centilmen bir səfəcəksən. Vabilərdən yəni birdən. Aha. Of. Səfər edilməyəcək. Aha. Bu da heç qurtardı. Bitti. Allah səni qorusun. Sən olmasaydın mən bu bibarı yeyəcəydim. Deməli belə, birinci necə yeyirsən bunu, gəl səni başa salım. Ustad olaraq bunu Ən balacasını Bəylər götürürsən. uddu yəni. Bəylər uddu. Bəli. Taktik. Все da yəni, все. Demədim sən yıxansınız. Demək Sənə spora gedik. Mən götürəcəm, nə oldu? Siz yiyin.
Siz yeyin, siz 3 dənə daha. Hərəsi 3 dənə yeyir. Yox, xanım üçüncü yedi. Ömrümdə Hə, yemədiyim hə. qədər Amma biber xanım- yemişəm də, yəni bu gün. Yox, yox, 3 dənə. Sən xanımı tərəfsən. Xahiş edirəm. Burada dostluq, mehribançılıq, mən də eyni şey eləyəcəydim. Belə eləyəm. Mən sənin yerə 3 dənə yeyərəm, problem deyil. Sən sən yemə. Ye. Hər kəs baxır və haqqlılıq olmalıdır. Gəlsə deyəcək buna bax, şu aparanlar özünü haqqa uyğun aparmadılar. Olmaz. Biabır. Biberdən baş gicəlləmə normaldır ümumiyyətlə. Bəli, bütün orqanizmlər. Göz qaralmağı, baş gicəlləmə normaldır yəni bu. Bəli. Bir anlıq əzələ atqazı ola bilər. Burun qan axması, saç tökülməsi və s. Qətlən atomun bunların hamısı iş teoriyadır, yəni fakt olaraq heç nədir. Mən verilişə gəlmişəm, yoxsa bilmirəm nə. Yəni siz gəldiniz, burada sizin şansınız var. Siz uduzdunuz. İkinci də bu. Udursan sən? Belə olmaz onu. Olar. Olmaz. Kim necə yeməli? Yo, oyuna görə demirəm, amma ümumiyyətlə olmaz. Okay, özü su bilər. lazım. Özü də yeyin. Ha, üçüncü də yeyin. Sayan oldu, mən neçə yemişəm bundan. 8 nəfər çox. Ona yaxın. Rupiyan eləyib mən bu xəbərimiz var. Süd var orada, süd içəcəksən. Ay sudanı gətirin də onu. Ancaq onu bitəndən sonra. Həmən yeyin. Ya udun, yoxdur. Tutun. Belə bir şey mən görmürəm, biber udmaq. Qardaş, biber yemək görürəm, biber udmaq yox. Yediniz? Xanımlar sübut edir ki, onlar hər zaman incə və başımızın tacıdır. Yəni onlar hər zaman onlara yaşılışıqdır. Amma bugün yox, bro. Bugün yox, bugün uduzdular və yaşılışıqdır. Win. Xanım məncə özü Yes. boş bırak. Bilmirəm, hər neysə, fakt. Hər kəsin gözü qalanda bunlar xanımlar uduzdu. Bir şey deyim də. Hə. Əgər bu biber yeyilməyəcəksə, bu oyunun nə mənası var? Bu rənəlim. Bir dənəsi gedib də. İndi demək ki, biz yeməliyik. Yox. Gəl Mən bilməyək. ümumiyyətlə oyundan söhbət edirəm. Ümumiyyətlə, yəni bu sual-cavab başlayandan, X-Nolikdan falan. Yəni. Amma mən Bu biberi o da yeməsin, mən də yeməyim. O zaman sizin verilişinizin bir yəni İçinizdən biri onsuz da yeyəcək. marağı Sadəcə qalmayacaq, amma kim daha çox yedi? Siz Hə. maşallah biz ona yaxın yediniz. yedim də, yəni okey, dostlaşırıq. Olsun və siz gördünüz kim daha güclüdür. İlahi, Pərverdigara. Kim daha güclüsü bunu gördünüz və şoumuz və oyunumuz burada sona bitdi, sona çatdı. Çox sağ olun, təşəkkür minnətdarım bizlə olduğunuz üçün. İnşallah rəylərdə kimə qarşı idi, kimin tərəfini saxlayırsa onu bildirərsiniz və Fatimə xanıma və Murad bəyə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun ki, gəldiniz. Siz sağ olun. Çox iştahla bu bibarı yediniz. Biz sizə görə bu bibarı daha çox sevdim. Və inşallah gələn görüşlərə qədər. Təşəkkür xanım, Murad bəy təşəkkür. Sağ ol. Çox sağ olun, Allah razı olsun. Son. Bu da son. Və bizə hər zaman dəstək olduğu üçün İdə parfümə ayrıca təşəkkürlərimizi bildiririk. Bəli, sağ olsun İdə parfüm və İdə parfümlə hər zaman gözəl qoxumaq, gözəl qoxun və hər zaman bizimlə olun. İnşallah gələn görüşdə, gələn şouda sizinlə yenə görüşəcəyik. Təşəkkür. Və bunlar da sizi düşündüyünüz üçün. Bəli. Çox sağ olun. Bu sizlər üçün İdə parfümlə hər zaman gözəl qoxlanmaq sizə arzulayıram. Sağ olun, var olun.